İnsanlar gərək əllərində olan hər bir şeyin qədrini bilsinlər. Hədislərdə var ki, nə qədər canın deyir sağlamdır, xəstələnməmişdən qədrini bil. Əlində nə qədər var dövlət var, kasıblamamışdan qədrini bil. Əgər qədrini bilməsən, Allah Taala əl alır ki, insanın əlindən adamı yandırıb yaxır. Qədrini bilmədiyin bir şeyin. Övladdır, bilməlisən ki, övlad sənə əmanətdir. Onsuz da bu dünyada heç bir şey sənin deyil, sənə məxsus deyil. Sən bu dünyaya gəlmisən imtahan üçün və sənə verilənlər də bir əmanətdir. Övladdır, sənə əmanət verilib. Var dövlətdir, sənə əmanət verilib, imtahan üçün verilib. Canındır, o da sənə əmanət verilib. Heç bir şey sənin deyil. Dünya həyatında, dünya ərəb dilində aşağı alçaq mənasındadır. Tərcüməsi mənası. Yəni aşağı və alçaq. Alçaq bir şeydir dünya. Quran-ı Kərimdə uca Allah dünyanı necə vəsf edir? Oyuncaqdır. Dünya həyatına aldanmayın buyurur bizə. Dünya həyatı alçaqdır. Onsuz da dünya deyilən bir şeydə kef deyilən bir şey yoxdur. Heç kim ələ zənn etməsin, mən kef etməliyəm, xeyr. Həzrət Əleyhisselam buyurur ki, deyir, bir saatlıq ləzzətlərin ardıncan uzun uzadı qəm-qüssə gələr. Yəqin ki, insanlar çoxsu bunu müşahidə ediblər. Uzun uzadı qəm-qüssə gələr. Bir saatlıq ləzzətlərin ardıncan. İnsan da gərək bu dünya həyatında kefin dalıyca qaçmasın. Ahirətini abad etsin, ahirəti üçün yaşasın və ölümə hazırlaşsın. Hər an ölümə hazırlaşsın. Çünki bir yağda dedik, hər bir şey bizə imtihandır. Amma qədrini bilmək şərti ilə. Hər bir şey bizə nə verilib? Əmanət verilib. Qədrini bilmək şərti ilə.